Salam hörmətli izləyicilər. Bugün müasir dövrdə İran adlanan məmləkətdə milyonlarla bizim Azərbaycan türklərinin haqqı tapdalanır. Və artıq günlərdir ki, İran yenə ixtişaş içindədir. Və bu hadisələrdən çox əvvəl yazdığım bir şeiri yenə dilə gətirirəm. Biz etdikcə iltica, coşur sanki irtica. Dil istədi kökündən dilimizi kəstilər. Şimşək kimi çaxdılar, külək kimi əstilər. Dillələni astılar, haqlı haqsız demədən. Qan ağlayır hələ də bax Ərdəbil, Həmədan. Mərənd, Xoy da o gündə, Təbriz də ağlayır qan. Azadlıq girdabında boğulur Azərbaycan. Məzlumların ahını edirlər gülləbaran. Çalxalanır nehrə tək, dağılır artıq İran. Şərin ömrü bitincə xalqlar azad olacaq. Zülmdən, səfalətdən tək xatirə qalacaq inşallah.